Herkese salam, mən Fidan. Bugün sizlərlə birlikdə günlük vlogumun açılışını edirəm. Bu günləri Xədicə ilə biz evdə təkik və dedim ki, niyə bunu belə bir vloga almayayım. Anamla atam və qardaşım toya gedibdilər rayona. Ona görə mən də dedim ki, bu günləri evdə təkik və sizə vlog çəkim. Nəysə, indi biz Xədicə bir yerə brava gedəcəyik. Kombinə eləmişəm, indi onu sizə göstərəcəm. Xədicə də burada, Xədicə. Evet. Xədiclə yəni bir vlog alacaq. Bu inşallah çox maraqlı olacaq. Bu tərəfəcə. Nəysə, indi Xədicə səsən mıntığı edibdi. Mən kesin elədiklərimdən. Çolkan bu tərəfə düşür uşağa. Bu tərəfə getmir. Yəni bu çolkanın normalda bu tərəfə getməməli. Bu tərəfə getməli. Yəni nəysə uşaq onu takmayın. Yaxşı siz. Nəysə, indi kombinlərimizi göstərəcəyik biz. Mən puantiyeli köynək geymişəm. Küpələrimi zad taxmışam. Bilərzilər həmin bilərziklərdir. Makyaj kipiyimi qıvırıb Fabelikdən təzə məhsullar almışam uşaqlar, təzə məhsullarımız gəldi. Nəysə, indi sizə onları göstərəcəm o sizə gələndə. Yəni belə, qoy bir əlində göstərim. Peki sən burada dur danış. Hi, hello. Hi, hello. Bu qədər təzə kosmetik almışam uşaqlar. İndi gəlib bunların hamısını açılışını bir yerdə edəcəyik. Sadəcə tək problemimiz bunu içindəki maskaranı qapağın. Bu içindəki maskaranı anam rayona aparmış. Yəni içində maskara yoxdur, amma təzə almışam bunu. Yəni bunu evə gələndə bilmirəm artıq necə göstərəcəm, amma bundan açılışını eləyə bilərik bir yerdə. Bu da linerdir bu arada. Çox şükür olsun ki, linerim var artıq. Nəysə, gedə bilərik. Hadi git kartı sap gəl. Anadan soruşmalıyım. Kartın yerini bilmir uşaqlar. Çox maraqlı, çox kreativ bir vlog çəkmək istədim. Nəysə, indi sizə kombinimi göstərəcəm. Yəni bir də kombinimi sizə göstərim. Şimdi kombinlər zaten. Neyse, köynəyimiz belə puantiyeli köynək, şalvarımız da jean. Bu şalvarın rəngi bu qədər tünd deyil. Niyə orada tünd görsənir anlamadım. Dırnaqlarım da çıxmır uşaqlar, qalıbdı, çox xoşbəxtəm. Böyle. Kombinlər zaten. Bahset bana dostum paradan. Annem de o şey var ya, altı üstü İstanbul'daki kızın adı neydi kardeş? O kızın adını unuttum. Altı üstü İstanbul'daki. Şimdi biz gedirik. Sadəcə o tək problemimiz siz nədir? Evdə heç kim yoxdur və biz qapını bağlayıb bağlamaq arasına git gəldik. Qapını bağlasaq, çöldən açmaq. Açar tapdım. Tapdın da prosto bir dənə qapını. İsmət salam. İnşallah Xədicə qapını sızanın söz verir. Xədicə gidiyoruz. Biz salam. Gidiyoruz. Düşən mağazadayıq. Xədicə belə gidirik. Mən yeməmişdə heç telefon veriyoruz. Pardon, tam görsən. Aşağıdayım. Getsən qabaqda get Xədicə. Mən səni çəkəcəm. Get. Yeni tipsi almaya gidiyoruz şu an. Bakın oraya gidiyoruz. Böyle tipsilere geldik. Evet, sanki tanıştırım. Ne alalım? Hiçbir şey. Burası çok pis. Buraya götürdük böyle. Həzə kola götürdük kolası. Səbət götürərdik, bilsəydik. Səbət götürük gəl. Ay bak satırım. Mağaza içi çəkilir. İndi biz nudu götürmək istəyirik. Bu arkada kalmış. Nudu. Bizim gideceğimiz bunlar tabii onları. Şöyle. Noodle alacağız. Hadi bir de bundan götür de. Yağımızı aldık. Gidiyoruz. Bunlar indi evdə evimə sizə aldıqlarımızı göstərəcəm. Bir Bravo kloplu alışveriş hepsine yani. Qəpiyimizin sonuna qədər xərclədik hepsine. İndi deməli, zövqlərimiz fərqli olanda belə olur. Deməli biz tipsi alacaqdıq. Sadəcə Xədicənin zövqlərimiz fərqli olduğu o pendirli və mən də yox, mən pendirli olsa pomidorlu sevdiyi üçün ona görə fərqli almaq zorunda qaldıq. Amma inanın ki, yeyəndə birləşdirib yeyəcək. Sonra 2 ədəd noodle elədim ki, birdən axşam sabahlamaza falan çəkərik. Ehtiyac olar deyə aldıq. Sonra 1 ədəd kola aldıq. Klasik kola. 1 ədəd Cheetos və 1 ədəd Kraks aldıq. 1 ədəd Bravo klok aldıq. Yəni bu qədər. İndi mən gedim ev paltalarımı geyinəcəm. Çünki bunlar çox isti saxlayır. Yəni belə. İndi gedim ev paltalarımı geyinim. Gəlim. Geyindim indi mən. Xədic burada oturubdu. Film axtarırıq baxmaq üçün. Böyük ehtimalla İngiliz filmlərine falan baxacağıq. Mən dedim əslində Qarpaq daşımı bağıma tərəf daşıydım. Xədicə içi yox. Nəysə, indi telefonu zatka qoyacağım. Chipslər falan bura qoymuşuq belə. Bura qoymuşuq. O birisləri saxladıq. Səbahlamaca çəksək eləsəyini deyən. Ramko, nəyim olar. Nəysə, indi nə tapdıq? Baxacağıq da görək. Xeyirlisi. İnşallah baxmaq fikirləşirik. Bir şeylər tapmaq fikirləşirik. Nəyə baxaq? Xəzan başını belə eləsək. Hətta şeyləri saçı sağaldıyla.
Kino tapdım. Kino çəkim bura qoyacağam. Yəni bu kinoya baxırıq. Xərcə tapdı yəni. Siz deyin. Və canım, indi sizə bir yerdə bu aldığım məhsulları bir yerdə yoxlayacağıq yəni. Əslində dedim ki, short soğuk çəkim, sonra dedim ki, short soğuk onu da çəkəcəm. Yəni bu uzun videoda göstərmək istədim. Solkalarımı takmırsınız, solkalarım çünki düzəlmədi nə qədər eləsəm də. Deməli, birinci bu pudra ilə başlayırıq. Belə bir pudra almışam. Üstünə belə yazılıb. Şəkim belə qoysa məsələn götürə bilərsiniz. Bəlkə çəkin, yəni bəlkə çıxar. Bunu asaq. Usta o harda işləyirəm. Saatdır asmır video seçəcəydim. Bütün videomun ancaq bu ustanın səsləri olub. Deməli, pudram mənim evdə normalda vardı, onsuz bilirsiniz, rivalın. Amma o bitirir. Ona görə mən belə bunu aldım belə. Yəni bu da çox qəşəngdir bu arada. Bunu bəyəndim. Belə. Burada güzgüsü var, sadəcə güzgüsünü açmamışam hələ, çünki bunu hələ istifadə eləməyəcəm. O birisi tam bitsin sonra. Yəni bu belə idi. Bunun da arxasını qoyacağım. Üstünün nömrəsi belə yazılıbdı. Deyim də sizə nömrəsini. 60-39. Aha, indi tez açı ilə çəkirəm. İndi deməli, ikinci olaraq belə bir liner almışam. Qələm şəklindədir, yəni. Bir dəqiqə belə. Hə, belədir, yəni bu şəkildə. Bunun da nömrəsi bura yazılıbdır. Kodu bura yazılıbdır. Baxın, kodu budur. Kodunu belə deyim, bəlkə 55-98-7. Yəni belə. Ucu da məncə idealdır, yəni incədir, qəşəngdir falan. Yəni, bəyəndim, bu da qəşəngdir. Üçüncü olaraqsa 2 dənə pomada almışam. Deməli, biri budur, biri budur. Bundan evdə başqa rəngi var idi. O zaman bunu mən istifadə edəcəm. Anam bu pomadanı çox sevir. Mat özünü alır, mən almıram. Mən bu rənglərdə çünki istifadə eləmirəm. Bu rəngə baxım, bir də çox bordo oldu. Yəni mən bunu qətiyyən istəyirəm. Amma birdən istəyəniz var deyə nömrəsi budur, baxın. Belə göstərim. Necə odaqlayacaq? Niyə odaqlanmır? Yəni odaqlanmır, mən sizə deyim. 41-228. Amma bu birisi isə çox qəşəng, yəni bunu bəyəndim. Bu okeydir, bu idealdır. Yəni və similidir. Bayağı qəşəngdir. Rəngi də baxın buradadır belə. Bu rənglərdədir. Çox soft, çox qəşəng. Tam yəni qış rəngidir. Belə Garnier'in üstün köpüğündən almışdım. Bu da çox qəşəngdir. Bu yeni falan bəyənirəm. Dediyim kimi bu maskaradan almışam. Amma maskara dediyim anam rayona aparıbdı. Maskaranın şəklini bura qoyacağam. Yəni gələndə əgər anam tez gəlsə göstərərəm. Mavi rəngdə bir aldıqlarım bu qədər idi. Yəni belə qaldı concealer almağım. O da inşallah alacağam. Belə. Onu da Osman'dan alaram, alsın. Solkalarım artıq əsərim pozur. Baxın belə yerləşdirdim, belə oldu, məncə qəşəng oldu, sərgəl oldu. Makyaj çantamı da anam rayona aparıbdı, ona görə təəssüf ki, bunun içinə qoymuşam belə. Bu da yazıq partlamaya düşdü deyənə bəzilərini buralara yerləşdirdim. Garnier'də yerin də yeri burada, çünki bu makyaj baxım məhsullarına daxil olur. Belə. Heç indi yemək falan yemişik, yəni artıq yemək hazırlamayacağam ona görə. Abur-cuburları sadəcə yedik belə xədişlə. Kinoya da bitirdik, vaxtda çox qəşəng idi. İndi biraz TikTok'da takılaq. Hədiş orada dırnağı ilə əlləşir. Mən indi TikTok izləyəcəm. Biz Hədiş ilə bir yerdə nadl eləyəcəyik, çünki niyə olmasın. Və sabahlamada seçmə planımız batdı, çünki anam və atam gəlirlər. Xəzərin şəhələ buradadır. Mən neysə, sosları da əlavə elədim. Çünki yəni dedim ki, elə hamısı içində pişsin. Pişməsini gözləyirəm, yəni arada qarışdırıram İlkay ilə ki, qoy çox da yapışıb, bir-birinə yapışıb olmasın deyə. Yəni belə, indi bunu pişməyə gözləyirəm. Nəsə pişib, sadəcə sosu gez atdım. Mən istəyirəm ki, sosun dadı buna keçsin. Qabını da bu arada bu qaba tökəcəm. Belə. Evet. İndi mən gedim, nudlumu yeyim. Bura qoymuşam belə. Xəcə doğru bilməm TikTok'a bax. Bəli canım, mən indi anlıq bir qərarla makyaj eləmək istəyirəm. Çünki video çəkəcəm yəni. Deməli, indi üzümü nəmləndirməliyəm. Nəmləndiricim o tərəfdə qalıb. Ona görə nəmləndirici olmadan makyaj eləyəcəyik. Concealer əmrinci, yəni bildiyiniz klassik. Bu arada heç getmirik bu günləri, evdəyəm. Çünki Xəcə ikimiz evdəyik. Xəcə də burada oturubdu. Yəni nəysə, ona görə evdəyik deyən dedim ki, evdə olduğum bir günü edeyim, nəyə vloquyum. Burada üzüm biraz düzəlmişdi, təzədən kör olubdu. Heç edəmirəm. Yəni hiçbir şey söylemiyorum. İnşallah düzələr təzədən yenə. Çox sarı alt tonu deyim.
Kirpiklərim də öz kirpiklərimdir bu arada. Heç bir şey taxmamışam. Çox qəşəng görsənirlər. Zaten bu paletimdən, bu fondöten paletimi xatırlayanlarınız olar. Buradan da bu ağ rəngi götürdüyüm şey. Çünki Tanannimi anam aparıbdı. Bu Tananni əvəzləyici olsun deyənə. Yəni bu da ki maşallah çox qəşəng. Neyse ona görə süngərlə direkt götürəcəyik buradan belə. Burada bu dırnağımı belə götürdüm, çıxartdım çünki çox ağırdı və şişibdi biraz. Neyse. Çox götürdüm. Özü səhv tərəfi götürmüşəm. Neyse indi bunu yayaq. Baxın çox qəşəng ağ oldu. Yəni bu ikisini qarışdıranda esensindən bunu belə göstərim, bunu qarışdıranda çox qəşəng oldu, bəyəndim mən. İndi bir dənə brown eləyək. Və canım Tananni üzümə belə yaxdım, yəni bunu yaxdım. Bir də qaşlarımı Latina make-upda eləyirlər buradan belə çərçivə kimi. Elə eləsəm nə olar ki? Çox merak etdim şu an. İndi elə eləyəcəm. Yəni heç vaxt eləmirəm belə şeylər. İndi fərqlilik olsun deyənə fərqlilik adı ilə eləyirəm. Mən burada ən açıq rəngdən istifadə edirəm belə. Şu an Recep İvedik'in kaşlarına okşuyor kaşlarım. Yani şimdi bunu yayak. Bir ara ne kadar rezil olmamış bunu yayak. Daha da rezil olmadan. Bilmiyorum. Ay hiçbir değişikliği olmadı. Yok ne gözlüydüm ki kaşlarımın 2x bazılaşmasını. Pudramız da ağappaqdır maşallah. Tam yəni ağappaq makyaj edirik. Pudra yayanımızla yayırıq. Bu arada makyajımı indi yerdə oturub eləyirəm. Normalda makyaj stolunda eləyərdim amma Xədicə oturub orada. Şu an yer o kadar rahat gəlir ki mənə. Kondisioner bu tərəfdən vurur, cüzgü, işıq çox qəşəng yatsı yəni. Aşırı bəyəndim. Çox xoşbəxtəm şu an. Vloglarım bu aralar uzundur. Sevinirsiniz, mən sevinirəm şəxsən ki. Yəni İzolmaya yay boyunca uzun vloglar attım deyə yəni. Belə qaşlarımı da çərçivə eləyim pudrayla. Mən ağ eləməyim ya qədər uşaqlar. Onu çox ağ eləmiş oluram. Belə pudralama işlərimiz də bitdi. Bitdi. Ənlik fırçamız, anam ənlik fırçamızı apardığı üçün highlighter fırçamla ənliyi yayacağım şu an. Yəni ənlik fırçamız yox. Ona görə bu fırça ilə. Aslında var ya fırçalar yuxarıda amma onları istifadə etmək istəmirəm. Ənliyimiz də belə oldu, çox qəşəng oldu. Bayağı bəyəndim. İndi highlighter. İndi isə təzə aldığım liner istifadə edəcəm. Bu linerdir. İnşallah çəkə biləcəyimizi ümid edirəm. Birinci məncə maskaranı sürüb sonra liner eləyirik. Bunu bilmiyorum arkadaşlar. Bu bilgiye sahip değilim. Bunu TikTok'ta aratmam lazım. Bir fərqi yoxmuş, necə istəyirsiniz. Ona görə məndə ədalət olsun. Yəni bir gözümə maskaranı seçib eləyəcəm, bir gözümə isə maskaranı seçməzdən əvvəl çəkəcəm linerı. Ona görə birinci liner seçirik bu tərəfə yəni. Linerı çəkim, gəlim, görüm necə çəkirəm. Liner seçdim uşaqlar, belə oldu. İlk dənəməyə görə məncə pis deyil, qətiyyən pis deyil. Yəni tərəfdəki çox qəşəng oldu. Yəni pis deyil, ikisi də qəşəngləşsin, amma bu tərəfdəki daha ideal oldu yəni. İlk bilərimə maskara sürəcəm. Və canım pudranı da belə yaydım yəni. Highlighter axtıq həzir hazırlaşır. Ay makyaj bilsiniz çox tatlı şey oldu əslində. Pis olmayacaq şeyin oldu. İndi kipriklərimizi qıvırırıq uşaqlar. Kipriklərimizi qıvıraq. Esensin bu maskarasını istifadə edəcəm. Kipriklərimi də belə qıvırdım. Mən bu tərəfdə kipriklərim daha qalındı bu arada. Nəinki bu bir tərəfdəkilər. İndi isə dolaq komamızı eləyirik və makyaj bitir. Bunu belə yaxdım, balaca olaraq yaxdım. Amma indi içinə mən lip balm sürəndə bu böyüyəcək, yəni dodağım belə qalmayacaq. Bayaqla açılış edildiyimiz. Neyse, indi bunu sürtəcəm. Amma içinə az sürtəcəm, çünki bu biraz çox pigmentlidir və saçma nə oldu. Və mən çox pigmentli istəmirəm olsun. Bu arada bitti. İndi çox qəşəng oldu. İşıqda falan daha qəşəng görsənəcək. Mən makyajı elədim. Sonra belə köynək giyindim. Belə qəşəng TikToklar falan çəkdim. Yəni çox bəyəndim. Makyajımı həqiqətən bəyəndim. Linerim da yəni idealdır məndə. Pis deyil qətiyyən. Yəni ilk denəməyə görə. Yəni ilk denəmə deyil də əvvəl mən çəkmişəm amma qələm formasında olan linerlarını yox. Başqa cür linerlarını çəkmişdim. Onu da uğur salmışdı. Amma bu səfər bəyəndim. Solkarım bu arada uzanır getdikcə. Əslində biraz pis olurum çünki solkaya öyrəşmişdim. Saçımı da belə yığmışdım otostokayla.
Yəni belə, neysə, indi mən gedirəm əynimi dəyişməyə. Heç belə. Zamanla indi makyajımı falan çıxartdım, bu ikisini istifadə elədim. Əynimi falan da dəyişdim yəni. İndi isə gedəcəm, videomu bitirəcəm yəni. Çünki artıq çəkməyə heç bir şey qalmadı. Axşam olubdu. Yəni ona görə dedim gedim, yəni makyajımı da çıxartmanı çəkərdimsə, gedim indi mən sizdən sağollaşım deyə. Heç sonunda gedək, sizdən sağollaşaq. Və canım, videomuz bu qədərdir. Ümid edirəm bəyənərsiniz. Yəni çəkdiyim qədər çəkdim. Xədiclə evdə olduğumuz bir gün idi. İnşallah avqustun birindən dediyim kimi işte vloglar falan başlayacaq. Ondan sonra siz artıq o qədər bezəcəksiniz, gedəcəksiniz ki, artıq günlük vlog at falan edəcəksiniz. Nəysə, indi mən videomu burada bitirirəm. Ümid edirəm video xoşunuza gəlibdi. Xoşunuza gəlibsə abunə olub like atmağı unutmayın. Hər biri çox-çox öpürəm. Başqa video vloglarımda görüşmək üzrə. Bütün video boyunca əsən pozdu. Öpdüm, bay bay.